Məni burada pilləkəndə gözləyir. Ya, kıyamam. Buydu bunu. Deməli kızlar, burada her şey var. Kızlar her yerde, yani sadece bile 10 manata olan bir şey burada 8 manata. Mağaza çok qəşəngdir. Güzel, burada lustralar da var. Neyniyək? Evet, hem şafarla böyle. Beziyək. Yeni ilə həyəti bəzəmək istəyirik işıqlarla. Kızlar baxın, burada kolonkalar da var, mikrofon da var. Hatta mikrofonla sizi salamlayabilirim. Salam. Bakın kızlar, yani biz hanımlar için burada cennettir. Yəqin ki, geniş mağazalarda gəzməyi sevən təkcə mən deyiləm. Təzə girmiş aldıqlarıma baxın. Dəqiqə göstərəcəm sizə. Yəni bir dənə yeyiləsi nəsə almamışım da. Tədəm. Yəni ancaq bunlar. Bu nədir? Bunda yoldaşım alıb. Nədir İncat bu? Nə? Nəsə öz işi ilə bağlı şeylər alıb. Hərə öz işi ilə məşğuldur. Deməli qızlar, bu mağazanın bu hissəsi qab, qaşıq, nə bilim belə şeylər, xırda şeylər. Buralar da onun kimi və buralarda da şeylər var. Aristonlardır. Sonra belə markalar, peçlərdir, Qobuda məşhur peçlər. Sonra soyuducudur, sobadır. Yəni hər şey var. Qiymətlərini çəkirəm sizlər üçün. Burada da soyuducular var. Sonra sobalar var. Burada da gazlar var. Televizörler de var. Burada telefon için koyulup ama hələ ki boşdur. Yəqin ki qoyulacaq. Tripod da var. Kolonka ve tostoranlar. Görürsünüz kızlar, hələ bir hissəsidir. Meyvə tərəvəz tərəfi var. İndi düşüb çəkəcəm buradan sizə. Deməli kızlar, şah endirmə düşüb. Bunun yaşıl rəngi də qarşıda vardı, yəni çoxdur, bitməyib. Sonra şahın balaca versiyası da endirmə düşüb. Mənim kimi tənbəl olub və ya da ehtiyac görməyən, zamanı olmayan, əlindən gəlməyən, nə bilim, ailəsinə güvənən, bəzən də güvənsə də çıxıb öz turşusunu özü alan xanımlar üçün burada çox qəşəng turşular var kızlar. Buna baxın, acı. Şimdi sizə nə göstərəcəm. Burada zeytunlar da var və göbələk. Desəm ki, sizə heç bunu dadmamışam. Göbələyin özündə elə sevmirəm. Ona görə bir dəfə dadına baxın. Elə bu riyadın hamısı belə tutmalardır. Böyük
qablarda da var, belə balacalarda da var. Bu nədir? Közlənmiş acı biber. Qızlar, mən də bir acı biber şorabası qoymuşam, yəni həyətimdən yığıb. Görək bir 2-3 günə inşallah açacağım. Burada sep. Nicat, bu sepli olanı ver görün mənə. Baxın görün sepinə baxacağım. Septi saatdə olur, 2-yə də kinolarda olur. Wow, saatdə. Maraqlıdır. Neçəyə? 17-70. Yaxşıdır. Bir gün ondan içəs olsa mənə verərsən, hədiyyə edərsən. Ben yerleşim. Verir o. Gördünüz də. Gedək görək biz özümüzə xarici nə alırıq, nə var, nə yox. Bu ayaqları sizə makaron riyadını tam çəkmişdim o birisi tərəfdə. Amma bura belə daha boldur, daha bol çeşid var. Dedim belə tək-tək göstərim. Həm qiymətləri ilə, həm də eyni üzbəüz riyadda da belə makaron vermişik, düyü, hər şey var. Burada da, bu hissədə də və burada da qəşəng ədviyyatlar var. Unları gördüm, mən un götürməmişəm. Amma belə tayla da yox da. Görürsən çəki ilə hansı tərəfdə idi. Deməli, bu laf böyük boy, 5 manat 54 qəpikdir. 1.81'dir orta. Lap 1.73. Lap balaca da 67. Amma var ya, həmişə mən elə bilirəm ki, bu lap böyüklər daha dadsız gəlir mənə. Orta götür, zəhmət olmazsa. Bunları lafı istəyirəm. Özdə həmişə gözləyirəm ki, o mənə bunu götürsün. Elə bilirəm özüm alanda həvəsim ölür. Mesela bu da başka diğer büyük marketlerde bakın. 38 manatdır. Bunun ne olduğu hakkında bir fikir olan var. Buranın şeyi nedir bu polu yeri? Mənə kendi hatırladır, keçmiş uşaqlığımı hatırladır. Belə də silib burada tanımlar buranı. Ama o təsiri bağışlayır. Ver. Getdik. Götürsün gedək. Deməli qızlar, indi gəlmişik meyvəliyə. Qobu yolunda da meyvəli var. Mağaza çox böyük mağazadır. Demələr hər şey var. Və hər şey qəşəngdir də, yəni burada. İndi mən istəyirəm ki, biraz noxud alım. Şabaldımız da, hə, biraz noxud alım. Sonra sizə meyvələri çəkəcəm. Burada şoraba, kompot, belə Naxçıvan lavaşları burada da var. Sonra burada şeylər də var. Xəngəl, çöldə də yağış yağır sezonudur. Burada da ki İran konfetləridir. Belə çəki ilə olan nə lazımdırsa evdə demək olar ki burada var. Bayaq mən bunlardan istəyirdim marketdə. Gətirin biraz yığın bundan.
Bir vlogun da sonuna geldik. İnşallah size harda ucuz münasip bildiğim ne var çekip paylaşmak, yeni vloglar için görüşmek üzere.